küçələrə su səhmişəm. Azad, çək qardaşım, mən buranı sulayıram qardaşım. Bir dənə ev çıxarmışıq satışa. Görürsünüz, eyvanlı, özdəki belə deyim də qardaşım. Belə deyim. Qiyməti çox münasibdir. Sənədimiz də kupsadır qardaşım. Sənəd kupsa. 2 otaq, 3 otaq kimi 2 otaq. Evimizin sağ və sol tərəfindən arxasına keçididir. 290 sömbəli məktəbin arxasında özü qiymət. Bu qiymətə ev yoxdur. Maçdağada kupçalı, bu qiymətə ev yoxdur. Altında qarşıdır. Əziz izləyicilərimiz, indidən videonu bəyənin. Səhifəmizə takib atın. Qayd edin ki, qoy bu video düşsün kəşfətə. Kim də birinci gəlsə bu ev onundur. Bax qardaşım, gir evin içinə, görürsünüz dəhlizimizdir. Bu evdə aboymuz, divar kağızlarımız, yəni bir də ki, qapılarımız qalıb. Onu da əziz izləyicilərimizin zövqünə uyğun eləyə bilərik. Mətbəxinin genişliyini gördünüz. Mətbəxindən eyvanla qramoy çıxışı var. Azad, bu bir yataq otağımızdır qardaşım. Mətbəx, bu da yataq otağımız. Gəl buraya qardaşım. Çox geniş, əla evdir. Qiymətini də deyəcəm sizə, izləmədə qalın. Bura hamam otağımız. Hamam otağımız hazırda isti döşəməsi var. İsti poldur yəni hamam. Buradakı bəhbə qonaq otağımızdır. Qonaq otağımızda belə qəşəng, işıqlı, havalı, geniş. Qardaşım, kupça qiymət neçə idi? 62.000 manat. Real alıcıya qəşəng də indirim olunacaq. Əziz izləyicilərimiz, bu evi almağa tələsin. Bir də həyətini çək, qardaşım. Həyətinə də 3-4 dənə maşın rahat daxil olur. 3 dənə maşını rahat salmaq olar bura, qardaşım. 2 sotun içində sənət də kupça bütün kommunallərdə var. Avtobus yolundan 100 metr məsafədədir. Maçdağda 290 sömbəli məktəbin arxasında. Bu evi almağa tələsin, yoxsa satılacaq. Məndən demək, sağ olun, bu günə bu qədər.